Xırdalan şəhərinin çox gözəl bir ərazisində, həqiqətən də möhtəşəm bir ərazidə sizlərə daş binada mənzil təqdim edirəm. 3 otağa düzəlmə, 63 kvadrat metrdən ibarət, tam yaşayışlı, bütün kommunalları yerli və yerində olan mənzili təqdimat edirəm. Təqdimata başladıq evimizin giriş hissəsində, yəni koridordan. Dəyərli dostlar, koridor hissəsimiz istif döşəmədir. Ümumi sanuzel daxil olmaqla burada bir yataq otağımız, həm qonaq, həm mətbəx alanımız, böyük yataq otağımız. Evin ən gözəl üstün cəhətindən biri də odur ki, dəyərli dostlar, bu mənzildən söhbət gedir təbii ki. Mətbəxdən qonaq otağından da, yəni zal studiya dediyimiz ərazidən birbaşa eyvana çıxışdır. İkinci üstünlükdə yataq otağı, yəni böyük yataq otağından oradan da eyvana çıxışdır. Qiymət təbii ki, videonun aşağı hissəsində yazılacaq. Ətraflı məlumat üçün mobil nömrəmiz var, əlaqə saxlayın. Buyurun, zəhmət olmasa. Geniş ölçüyə malik olan kvadrat, həm qonaq otağı, həm mətbəx hissəmiz. Tam təmirli, gözəl bir ərazidə. Xırdalanda məktəbə, metroya işləyən avtobus dayanacağına yaxın bin ünvanında yerləşir həqiqətən də. Möhtəşəmdir də dəyərli dostlar. O deyir, bal kimi təklif gəldi. Baxın, o bal bu baldır. Burada yerləşir böyük yataq otağımız. Bir dənə zəhmət olmasa keç. Görün nə gözəldir. Paltar dolabın birbaşa divarın içəri hissəsinə yığıblar dəyərli izləyicilər. Yəni yer alanı olaraq kifayət qədər geniş yeri qalıb. Buradan eyvana keçiddir. Əmlak sahibi eyvanda olduğuna görə sizlərə təqdim eləyə bilməyəcəm eyvan hissəsini. Keçək sanitar qovşağına. Baxın, ümumi sanucu. Dəyərli dostlar, sizin də Azərbaycanımızın gözəl ərazilərində, rayonlarda, Bakı şəhərində və digər ərazilərdə evləriniz varsa, video təqdimat eləyə bilərik. Onun üçün də ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz hər iki nömrə ilə. Həmçinin də satış üçün də. Keçək sonuncu otağa. Baxın, sonuncu, üçüncü otağımızdır. Mənzil haqqında qısa bir məlumat verim sizə. Xırdalanda villaların tam olaraq içərisində yerləşir. Binamız daş binadır, tam yaşayışlıdır. Binanın alt hissəsində kifayət qədər geniş ərazi var maşın üçün. Uşaqların oynanmağına park, 7 saylı orta məktəb, bağçalar, böyük Araz market, Narıncı market tam yaxınlığındadır. İzlədiyiniz üçün təşəkkür.